Salam, hörmətli izləyicilərimiz. Biz bu gün yenə də Azərbaycanımızın ən gözəl şəhərlərindən biri olan Gəncə şəhərində Südabə müəllimənin evində qonağıq. Müəllimə adı, soyadınız? İsmailova Südabə Hidayət qızı. Nə vaxt və hardan olmusunuz? Mən 1967-ci ildə Kəlbəcər rayonunda anadan olmuşam. Nə vaxt təhsilə başlamısınız müəllim? Mən deməli 1972-ci ildə 1-ci sinifə getmişəm rayonumuzda. Sonra orta məktəbi bitirdikdən sonra 1984-cü ildə indiki Bakı Slavyan, o zamanki Mirzə Fətəli Axundov adına Rus dili və ədəbiyyatı institutunu bitirmişəm. Müəllim kimi fəaliyyətiniz 38 il olubdu. Bəli, 38 ildir müəllimə işləyirəm. Yəni 4 il öz doğma Kəlbəcərimizdə işləmişəm. Sonra məlum səbəblərdən köçkünlük dövrü zamanı Gəncəyə gəlmişik və o zamanın indiyə kimi Gəncə şəhər 26 saylı məktəbdə müəllimlik fəaliyyəti göstərirəm. Nə gözəl, çox sevindiricidir. Müəllim, bu 38 il təhsil fəaliyyətinizdə sizin hansı uğurlarınız, hansı nailiyyətləriniz olub? Bu illər ərzində mənim bir çox şagirdlərim, gözəl şagirdlərim olub. Yəni onlar neçələri ali təhsil ocaqlarına qəbul olunublar. Məsələn, fəxri adım olmasa da mənim bir çox uğurlarım olub. İnşallah. Yəni 15-ci ildə kurikulum sistemi yəni daxil olanda Azərbaycana mən bir çox kurslara getmişəm. Bu fəal təlimdə bir çox təlimlərdə iştirak eləmişəm, sertifikatlar almışam. Yəni mənim uğurum şagirdlərimdir. Məni şagirdlərimin yəni ali məktəblərdə gözəl şagirdlər yetişdirməyimdir. Mən bunu yəni öz uğurum sayıram ki, neçə illər ərzində çox gözəl şagirdlərim olub. Onların səsi, çoxunun səsi yüksəklərdən gəlir. Həyat yoldaşınızın adı, familiyası? Almədətov Sabir Məhəmmədoğlu. O 4 il öncə mən onu itirmişəm. Allah rəhmət eləsin. Çox sağ olun. Yəni o da müəllim kimi fəaliyyət göstərirdi. Sonra o Kəlbəcər rayon icra hakimiyyətində işləyirdi. Qəflətən yəni bədbəxt hadisə oldu və bunun səbəbi ilə itirmişəm. Neçə övladınız var müəllim? 3 övladım var. Adlarını deyə bilərsiniz? Böyük oğlum Almədətov Kənan Sabiroğlu, o da Gəncə Dövlət Hərbi Hazırlıq Müəllimi fakültəsini bitirdi. Hal-hazırda yəni hərbidən gələndən sonra o müəllim kimi fəaliyyət göstərmək istədi. Ancaq dedilər ki, biraz hərbidə stajı olmalıdır. Ona görə indi hal-hazırda hərbidədir. İkinci övladım qızım Almədətova Röya Sabir qızı, o Bakı deməli Bakı Dövlət Hüquqşünaslıq fakültəsini bitirdi və indi hal-hazırda Dövlət İmtahan Mərkəzində hüquqşünas kimi fəaliyyət göstərir, 4 ildir. Balaca oğlum Almədətov Məhəmməd Sabir oğlu, o da Bakıda İdman Akademiyasını bitirdi. O da müəllim, 2 övladım müəllimdir özümüz kimi. Nə gözəl, nə gözəl. Sizin övladlarınız da sizin davamçınızdır. Bəli, o da indi hal-hazırda Gəncə Dövlətdə öz ixtisası üzrə deməli magistrda oxuyur, 2-ci kurs tələbəsidir. O da gələcəkdə müəllim olmaq yəni arzusundadır. Sizin nəvəniz var müəllim? Yox, hələ ki yoxdur. Evləndirməmişəm hələ. İnşallah nəvəniz də olar, nəticəniz də olar. Biz də müəllim sizə Çağdaş Təhsil Mətbuatı adından, komandanlığı adından, rəhbərliyi adından sizə uzun ömür, can sağlığı arzulayırıq. Sizin təhsilinizdə müvəffəqiyyətlər, nailiyyətlər, uğurlar arzulayırıq. Çox sağ olun. Çox sağ olun, minnətdaram. Xoş gəlmisiniz. Çox sağ olun. Təşəkkür edirik hər şeyə görə. Sağ olun. Hörmətli izləyicilərimiz, biz bildiyimiz kimi Azərbaycan Respublikasında oktyabrın 5-i müəllimlər günü qeyd olunubdur və mən bu günü fəxrlə, yəni çox sevinclə keçirməyə qürur duyuram. Eyni ilə də bizim bu Gəncə şəhərində də mən o qədər müəllimlərlə tanış oldum ki, yəni mənim üçün çox sevindiricidir, çox belə
yəni fəxr hissi duyuram. Müəllimə, sizi də təbrik edirəm. Müəllimlər Gününüz münasibəti ilə sizə uzun ömür, can sağlığı arzulayıram. Çox sağ olun. Sizin bundan sonrakı işlərinizdə, bundan sonrakı həyatınızda o qədər gözəl fəaliyyətləriniz olsun ki, sizin bütün övladlarınız sizdən fəxr eləsin. Çox sağ olun. Minnətdaram. Çox sağ olun. Allah razı olsun.